ABCD trapesiya, BC paralel YF paralel AD, AD bərabər 4, YF bərabər 8 və AYFD trapesiyasının sahəsinin YBCF trapesiyasının sahəsinə nisbəti 11-də 4 olarsa, BC parçasının uzunluğunu tapın. İlk olaraq F nöqtəsindən keçən AB parçasına paralel bir düz xətt çəkirik. Həmin düz xəttin BC-ni kəsdiyi nöqtəyə K, AD-nin uzantısı ilə kəşdiyi nöqtə isə M deyək. Burada DMF və CKF üçbucaqları alınır. Hansı ki, həmin üçbucaqlar oxşardır. Ona görə ki, birinci F təpəsindəki bucaqlar qarşılıqlı bucaqlardır, bərabərdir. K və M təpələrindəki bucaqlar isə daxili çarpaz bucaqlardır. Həmçinin D təpəsindəki və C təpəsindəki bucaqlar da daxili çarpaz bucaqlar olduğu üçün bərabərdir. Deməli, həqiqətən bu üçbucaqlar oxşardır. İndi isə biz bu üçbucaqların oxşarlıq nisbəti əsasında deməli, trapesiyaların hündürlüklər nisbətini müəyyən edəcəyik. Üçbucaqlardan birinin hündürlüyünü H1, digərinin hündürlüyünü isə H2 qəbul edək. Yaza bilərik ki, H1 bölünsün H2 bərabərdir, DM bölünsün KS. Bu da bərabərdir. ABKM parallelogram olduğu üçün onun qarşı tərəfləri bir-birinə paralel və bərabərdir. Onda YF AM-ə, eləcə də BK-yə paralel olduğu üçün AM parçasının uzunluğuna 8 deyəcək. Buradan DM parçasının uzunluğu 4 olur. Həmçinin BK da YF-ə paralel olduğu üçün BK da 8-dir. Onda KS parçasının uzunluğuna isə X çıxılsın 8 qalır. Deməli, yazmaq olar ki, H1 bölünsün H2 bərabərdir. X çıxılsın 8. Gəlin, indi trapesiyaların sahələrini, nisbətini göstərək. Üstəki trapesiyanın sahəsi 4/8 bölünsün 2 vuran H1-dir. Altdakı trapesiyanın sahəsi 8/X bölünsün 2 vurulsun H2-dir. Sadələşdirsək, 12 bölünsün X/8. H1 bölünsün H2 nisbəti əvəzinə isə 4 bölünsün X çıxılsın 8 kəsirini yazırıq. Bərabər eləyəcək 11-də 4-ə. Aldığımız tənlikdən 4-lər ixtisar gedir. X kvadrat çıxılsın 64 bərabərdir 132. Buradan X kvadrat bərabər 196. X də bərabərdir 14 alırıq. Cavabımız olacaq 14.